Və sonda Aydın bəy, dilimizin adı ilə bağlı. Dilin adı necə müəyyənləşməlidir? Nəyə görə bəziləri Azərbaycan dili deyə, Heydər Əliyev bu vaxt deyəcək zorla bu xalqa dilin adını sırıdı. İndi də bir çoxları bunu qəbul edə bilmirlər. Öz milli mənsubiyyəti kimi. Dilin adı çox sadədir bəy, dilində. Hansı dildə danışdığını demək dilinin adı odur. Adı çox sadə bir məntiqdir. Bunu başa düşməməzlik məncə çox gülməli vəziyyətdir. Mən nə dildə danışıram demək oyam. Demək, mən milliyyətim odur. Təbii ki, mən heç bir millətin dilinə, heç düşmanın da dilinə mən şübhə çəkmirəm və nifrət eləmirəm. Çünki o dil müharibələr, terrorlar, nə bilim nələr eləyirsə, eyni zamanda o dillər bəşəriyyət üçün xeyirli insanlar da yaradıb, xeyirli əsərlər də yaradıbdır. Ona görə mən bütün dillərə hörmət edirəm. Və bir növ Azərbaycanda, bu parlamentimizdə də bu məsələ qoyuldu. İlk dəfə 92-ci ildə Böyük Əbülfəz Elçi bəyin ilk fərmanı da milli azlıqlar haqqında fərman oldu və hətta o dövr üçün dünyanın ən mütərəqqi milli azlıqlara, etnik qruplara verilən ən böyük, dünyada ən mütərəqqi bir qərar idi. Mən bu günlərin bu dilləri zada çox hörmət edirəm. Amma eyni zamanda bayaqlarım siz yaxşı bir söz işlətdiniz, siz işlətdiniz, kim işlətdi? Dubay məsələsindən danışdınız. Həmin orada mən çox diqqətlə bir nüansı tutdum ki, ərəbin üstündən qışqırmaq olmaz. Gözəl sözdür. Amma türkün üstündən qışqırmaq da olar, söymək də olar. Mən bayaqlarım Qurban bəy, hava yerə demədim, onu mənasız yerə demədim, o sözümün canı vardı. Milli egoizm o şəxsi insanlarda mənfi keyfiyyət dölür. Millətin egoizi olmasa, milləti istənilən və aşağılama, mən eyni zamanda onu da qeyd elədim. Bir də görsən küçə söyüşünə söylə, bu millətdir, bu öz-özünə söyləyir. Üzr istəyirəm, özünün anasına, bacısına söyür. Aydın bəy, o millətə yanğıdan ne? O adam şuurlu şəkildə millətini kim öz? Bilirəm, başa düşürəm, amma cəhalət var. Amma Qurban bəy niyə söymür? Və digərlər niyə söymür? Qurban bəy bəlkə də ondan 10 dəfə, bəlkə də 20 dəfə çox yanır. Amma ömür boyu söyməz axı. Yəni bir şeydir. Söymək hoyacaq, o səviyyə məsələsidir. Amma biz bəzən əsəbləşəndə xalqın ünvanına kəskin tənqidi ifadələr işlədirik. Bu demək deyil ki, o tamam başqa şeydir. İndi bu ərəb gör nə qədər mən heç onları bilmirdim. Danışdığı söz o qədər məni təsirləndir ki, eyni zamanda etiraf edir ki, mənə eyni zamanda ləzzət elədi. Demək, bütün millətlər hüququnu qoruya bilər, qürurunu qoruya bilər. Biz qoruya bilmərik. Bizi elə təhqid eləmək olar, hər şeyimizdə. Aydın bəy, bir şey deyim, mən icazə verin. Xaricdə Türkəm deyim. Məsələn, mən açıq deyim. Məndən çox soruşanda sən haralsan, hansı millət nümayəndəsən, mən burada deyim ki, mən Türkəm və Türkəliyəm. Niyəsin bilirsiniz niyə? Çünki mən Türkəm, Türkədənəm deyəndə dərhal sənə hörmət edirlər. Bəli. Səni saymaya bilməz, Adam Türkiyə var. Deyəndə ki, mən Azərbaycanlıyam, dərhal sənə yuxarı aşağı baxır ki, nə millət, bu millətin şəxsiyyəti yoxdur ki, Heydər Əliyev ilənməli minimum milləti. Başa düşürsünüz? Bəli. Ona görə bizə deyirlər ki, sən Türk demə, sən Türk olduğu demə. Məsələ budur. Bunu deyirlər, hamısı Heydər Əliyevdir. Bir baxın hələ. Nasılsınız? Azərbaycanlısınız. Dilinizi itirmeyin, dininizi itirmeyin, milliyetinizi koruyun ve fəxr edin ki siz Azərbaycanlısınız. Fəxr edin ki siz müstəqil Azərbaycanın vətəndaşlarısınız. Sağ olun. Eşitiniz və budur. Və budur. Ölkənin başçısı necədirsə, kimdirsə, Aydın bəy, sizin o telefondan səs gəlir, duvadı. Siz telefonu hara qoymuşsunuz?
Yox, çöldə ola bilər möhkəm küləkdir, dəhşətli küləkdir, ola bilər. Yox, çölə söhbət deyil. Telefonu qoyduğu sura toxunmayın. Adi xırt-xırt əluz nə eləyirsinizsə gedir efirə. İndi də Sakitləşdi. Hə, Bunun bir əsas var. Baxın, Heydər Əliyev dirəşib adamları inandırır ki, sən Azərbaycanlısın, sən türksən deyilsən. Əslən vətənlər, Azərbaycanlı olmaq bir dövlətin vətəndaşı olmaq, haral olmaq mənasındadır. Əgər bu Azərbaycanda Talış deyilən etnik qrup varsa, Ləzca varsa, Kürt varsa, Belarus varsa, Çeçen varsa, Nəmkin varsa, Tatı var, İnqoloy var, mən belə baxıram, deyəsən Türk yoxdur Azərbaycanda. Onda bu dilin adı hansı xalq dillə olmalıdır? Mənim üçün çox maraqlıdır. Bizim bu danışdığımız bu dil var ha. Bu dilin adını mütləq Azərbaycanda yaşayan bir xalqın adı ilə adlandırmalıyıq. Dövlətin adı ilə yox, çünki dövlət sonra yaranır. Xalqın adı ilə. İndi mən bilmək istəyirəm Aydın bəy, əgər Türk yoxdursa Azərbaycanda, onda bizim danışdığımız bu dil, bu dövlət dili hansı xalqın adını daşımalıdır? Doğrudan da çox təhlükəli və qorxunc sualdır. Adam birdən sizin sözün qüvvədə adam birdən şübhəyə düşür ki, onda mən nəyəm? Mən niyə məni görən uşaq vaxtı məni hardan götürüb bu dili öyrədiblər, nə bilim nə. Doğrudan da çətin sualdır, amma sonda mən bu sözü dəfələrlə demişəm, yerinə də deyirəm. Mən çox qürurla, fəxrlə, çox belə ruh yüksəkliyinlə qəbul edirəm ki, mən türkəm, türk dilində danışıram və 1000 illər boyu dünyaya hegemon kəsilən bir millətin dilində danışıram. İndi bunu məni 1000 dəfə, mən dənlə bir gəncliklə görüşdüm. Bəzən Qurban bəy sınırır, bəzən sanki Azərbaycan bir ölü zonaya çevrilibdir. Dənlə bir gəncliklə görüşdüm mən. Təxminən 5-6 nəfər idi. Qurban bəy, inan mənim danışmama ehtiyac olmadı. O qədər güclü uşaqlardır, o qədər burada. Mən ona görə deyirəm ki, minlərlə, milyonlarla da ordular Azərbaycanı bassalar bu millətin nə dilini öldürə biləcəklər, nə dinini öldürə biləcəklər. Ya artıq o məşhur söz var ya, biz bir ölərik, min dirilərik. Doğrudan diriliş var, doğrudan gənclikdə o türk sözünə, türk etnosuna, türk millətin, türk adət-ənənəsinə, türk etnografiyasına, türk mədəniyyət kültürünə çox böyük sevgi ilə yaşayan gənclik var. Təbii ki, mən onları dənlə bir qrupunla gözlədim, amma onlar mənə çox ümidverici bir söz dedilər ki, biz çoxuq, lap çoxuq dedi. Oyanış gedir, amma olsa gedir oyanış. Amma bilsən, mən istəməzdim bu millətin ümidləri olsun. Mən elə utopik adam da deyiləm, mən xəyalpərvər adam da deyiləm. Amma bu millətin xəyalları, bu millətin ümidləri ölsə, onda biz ağlar günə qalacaq. Amma görürəm ki, doğrudan da ölmür. Bu millət öz varlığını qoruyur, saxlayacaqdır. Və hər söz, o son söz, o işıqlı sabah onda baş verəcəkdir. Yetər ki, biz yorulmayaq. Yetər ki, buradan. Bilsən, mən bir məsələni tam açıq deyim. Bəzən, bax, mən hesab edirəm ki, bu günlərim sizlə bizim apardığımız bu veriliş, təbii ki, mən müxalifətəm, həmişə də olmuşam, həmişə də yeganə üzüm olub, bir üzüm olub, bir sifətim olub. Amma mən hesab edirəm, bu günlərim söyüş ritorikasından, nə bilim, inqilab ritorikasından, nə bilim, digər ritorikana bizim apardığımız bu verilişlər, bugünkü verilişimiz daha sərt inqilabi veriliş idi.
Tabii. Çünki bu dəqiqə millətə birinci növbədə siyasi maarifləndirmə lazımdır. Millətin özünə qayıdışını yaratmaq lazımdır. Ondan sonra bizim ikinci qarşımıza qoyduğumuz məqsədlərimiz mexaniki hər şey öz həllini tapacaqdır. Teşekkürler. Aydın Bey, teşekkürler. Çok sağ olun. Minnettarım. Bu güzel sohbete göre. Əziz vətənlər, değerli dostlar. Siz sağ olun, var olun. Əslində baxsaz, türkləri öz kökündən ayırmaqda məqsəd, yəni Azərbaycanın əsas titul xalqının belə deyək də şəxsiyyətsizləşdirilməsi, milli kimliyindən məhrum edilməsi yalnız bir şeyə xidmət edir ki, Azərbaycanı istədiyi kimi, istədikləri kimi zəbt eləyib onu idarə eləmək. Məsələn, başqa bir şey yoxdur bunun. Amma Ancaq nə ümidsizləşdirmək mümkündür, nə öldürmək mümkündür. Azərbaycan türklərinin böyük bir missiyası da onunla bir yerdə yaşayan, bu dövlətin quruluşunda onunla bərabər şəhid olan, can qoyan, başqa az saylı, azlıqda qalan etnosların da təhlükəsizliyini və insan kimi ləyaqətli həyat tərzini təmin etmək vəzifəsi daşıyır türklər. bəli, dövlət o vaxtı güclü olur ki, xalqı güclü olsun. Bəli, ona görə Əgər xalqı güclü olmasa, xalqı zəif olsa, belə kodlaşdırılmış cəmiyyət olsa, o dövlət istənilən vaxt, istəyirsən 1000 dənə diktator olsun, 1000 dənə tiran olsun, 1000 dənə atom bombası o millət, o dövlət gec-tez yıxılacaq. Ona təşəkkürlər. görə bu millət güclü olmalıdır. Çox sağ olun Aydın bəy, çox sağ olun. Mən sizə deyim ki, söhbətimiz boyu mən ara bir söhbət pəncərəsinə baxdım. Sizin ünvanınıza tamaşaçılar tərəfindən çoxlu təşəkkürlər var, minnətdarlıqlar var ki, bu gözəl mövzunu gündəmə gətirirsiniz və dəyərli fikirləri bölüşdünüz bizlə. Mən Azərfirdim ailəsinə çox təşəkkür edirəm. Çox sağ olun. Mən də sizə də təşəkkür edirəm. Bütün Azərfirdim ailəsinə və bizi səbirlə dinləyən bütün tamaşaçılara təşəkkür edirəm. Çox sağ olun, var olun. Sağ olun, təşəkkürlər. Əziz vətəndaşlar, dəyərli dostlar, mən bir daha Aydın bəyə təşəkkür edirəm sizin adınızdan. Çünki həqiqətən çox vacib bir mövzunu neçə gün bundan qabaq tələb elədi ki, mütləq bunu müzakirə etmək lazımdır. Başqa dostlarımız da qoşulma edirlər, amma nəsə texniki problemlər oldu ya, qoşula bilmədilər. Bu çox vacib məsələdir. Özünü tanımayan adam, bir də sizə tərdir, adi bir məişət belə deyək də, misali ilə deyim ki, bilirlər ki, sən böyük bir tayfanın nümayəndəsisən. Sənə hücum eləmək, sənə ilişmək yolda gedəndə, sənin haqqını yemək bir o qədər də adamlar üçün rahat olmur. Ona cürət eləmirlər. Bilənə ki, sən hansısa bir tayfanın nümayəndəsi, arxanda sənin kimlərsə dayanıbdır. Adi bir şeydir, deyilmi? Hətta bir aşağı yenəndə bir bazı aşağı səviyyə, deyək ki, birinin bir qohumu var, vəzifəli qohumu var. O ilə ehtiyatlı davranırlar. Bir mənim kimi kimsəsizdir, basıb əsirlər, hər tərəfdən hücum edirlər ona. Bilirlər ki, arxası yoxdur, kimsəsi yoxdur, pulu yox, parası yox, vəsələ adam yox, tayfası yox. Bu dövməkdə olar, söyməkdə hər şey eləmək olar. Aydındır mı? Ona görə səni xalq olaraq öz türk kökündən ayırmağa çalışıblar ki, 100 illərinə səni başı o qafası vura-vura qul kimi işlətsinlər. Sən ailib dərk eləməyəsən ki, mən Nadir Şahın nəvəsiyəm, mən Ağa Məhəmməd Şah Qacarın nəvəsiyəm. Mən böyük bir türk toplumunun üzvüyəm. Ona görə də belə yerdə Məhəmməd qardaşımızın, Avar qardaşımızın o məşhur mahnısı yada düşür. Milletin ne fergi var, talış lezgiya var. Hamımızın bir yurdu var, o da Azerbaycandır. O yürektir, o candır, canımız ona kurbandır. O yürektir, o candır, canımız ona kurbandır. Koy bütün dünya bilsin, Qarabağ Azərbaycandır. Qoy bütün dünya bilsin, Qarabağ Azərbaycandır.
Kişi kadın ne farkı var? İnsan olan susmaz danışar. Mertliği onun kanında var. Kanında varsa danışar. Mertliği onun kanında var. Kanında varsa danışar. Dünya bize ters baksa, ülkemiz darda kalsa, birleşip ona el atsa, el atan bizim halktır. Birleşip ona el atsa, el atan bizim halktır. Xalq özü xilaskardır. Axı bu Azərbaycandır. Xalq özü qəhrəmandır. Vətənim Azərbaycandır. Kişi qadın nə fərqi var? İnsan olan susmaz danışar. Mertliği onun kanında var. Kanında varsa danışar. Mertliği onun kanında var. Kanında varsa danışar. Həqiqətin qamçısıyam. Mən tarixlər kitabıyam. Qərnələr mirasıyam. Sərvət Azərbaycandır. Ölkəm Azərbaycandır. Hədəf Azərbaycandır. Həyat Azərbaycandır. Ruhum Azərbaycandır. Sonunda ben bir Türk olarak Azerbaycan'da yaşayan bütün gayri Türklerden Talışlı, Ləzgili, Avardı, Taxtinqoylu hamısından üzr istəyirəm. Türk xalqı adına ki sizi bu rejimden qoruya bilmirik və sizlərin layiq olduğunuz həyat tərzini hələ sizə yarada bilməmişik. Mən inanıram, ümid edirəm. Biz əl-ələ verib mütləq və mütləq dövlətimizi bu zalımlardan xilas edəcəyik və layiq olduğumuz kimi, hamımızın layiq olduğu o həyat tərzini bir yerdə quracaq. Hələ gidən xeyrə qalsın. Allah muhafaza olun. Sabah saat 21:00'da görüşmə ümidilə. Sağlıqla qalın.